Vətənimizə düşmən təcavüzü başlayanda Tozlu oğullar da ərazilərimizin müdafiəsinə atıldı. Dondar Quşçu kəndi vətənin müdafiəsində 15 şəhid verdi. Bu dərs ilinin ilk günündə Dondar Quşçu kənd orta məktəbinin həyətində 15 şəhidin xatirəsini əbədiləşdirən kompleksinin açılış mərasimində çıxış edənlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün şəhidlərin döyüş və həyat yolunun öyrədilməsinin rolundan söz açıblar. Qeyd ediblər ki, kompleks şagirdlərdə vətən, xalq məhəbbətinin artırılmasına, onların milli mənəvi dəyərlərimizə sadiq olmağa sövq edir. Natiqlər son illər ölkəmizin qüdrətinin artırılması istiqamətində atılan addımlardan, ordu quruculuğunda görülən işlərdən söz açıblar. Qeyd ediblər ki, Azərbaycan Silahlı Qüvvələri ərazilərimizi işğaldan azad etməyə hazırdır. Şəhid ailələri kompleksin yaradılmasında xidməti olan hər kəsə minnətdarlığını bildirib. Məktəblilər vətənə, xalqa həsr olunmuş şeirlər söyləyiblər. Ya sahip gəlmə. Ya da bəşin gəlmə. O ibrin kasetini al. Açıb əlimdə bir buraya gəlmə. Hörmətli qonaqlar, bugün biz şəhid məzunlarımızın xatirəsinə ucaldılmış əbədi xatirə kompleksinin açılışına toplaşmışıq. Üçün, eləcə də Dondar Quşçu sakinləri üçün ona görə əlamətdardır ki, dərs ilinin açılışı şəhid məzunlarımızın xatirəsinə ucaldılmış möhtəşəm abidə kompleksinin təntənəli şəkildə açıldığı bir günə təsadüf edir. Hamınızın bildiyi kimi 1988-ci ildən etibarən Respublikamız çox məkirli, hiləgər və bütün Türk dünyasının düşməni erməni faşistləri tərəfindən müharibəyə cəlb olunmuşdur. Bu müharibə Respublikamız üçün çox baha başa gəlmişdir. Belə ki, ərazimizin 20% işğal olunmuş, 1 milyondan çox həmvətənimiz öz doğma yurt yuvasından didərgin düşmüş, minlərlə şəhidlər vermişik. Müharibə dövründə xalqımız çox dəhşətli, heç vaxt yaddan çıxmayan faciələrlə qarşılaşmışdır. Bu müharibə
kəndimizdən də yan keçməmiş 15 nəfər hərbi, 2 nəfər isə mülki şəhid vermişik. Möhtərəm prezidentimiz Cənab Heydər Əliyevin xalqın tələbi ilə yenidən qayıdışı, apardığı düzgün daxili və xarici siyasəti, gərgin əməyi nəticəsində müharibədə atəşkəs əldə olunması günahsız oğlanlarımızın qırğınının qarşısını almışdır. Şəhidlik, qəhrəmanlıq yolunda ən uca zirvədir. Bu zirvənin fəth olunması heç bir vətən və xalq uğrundan, hər bir vətən və xalq uğrundan döyüşən mübarizə qismət olmur. Vətən və xalq uğrunda həlak olan şəhidlərin ruhu hər birimiz üçün əzizdir. Hər birimiz arzu edərdik ki, kaş ki müharibə olmayaydı, şəhid də verməyəydik. Ancaq nə etmək olar? Biz istəsək də, istəməsək də, təəssüf ki, müharibə də oldu, şəhidlər də verdik. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsini diqqət mərkəzində sağlayan, hər bir şəhidin ruhuna çox böyük hörmət və ehtiramla yanaşan möhtərəm prezidentimiz Cənab Heydər Əliyev hər bir şəhid ailəsinə maddi və mənəvi dayaq durur. Bugün açılışına toplaşdığımız bu möhtəşəm abidə şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin bir nümunəsidir. Bu abidənin təşəbbüskarı məktəbimizin məzunu Əliyev Zahid Cəfəroğludur. Əliyev Zahid Cəfəroğlu özünün şəxsi vəsaiti hesabına kəndimizin şəhidləri üçün əbədi abidə kompleksi ucaltdırmışdır. Şəhid məzunlarımızın xatirəsinə belə bir möhtəşəm abidə ucaltdırması Əliyev Zahidin və onun valideynlərinin şəhidlərin ruhuna böyük hörmət və ehtiramını əks etdirir. Abidənin yerinin məktəbdə seçilməsinin də çox böyük tərbiyəvi əhəmiyyəti vardır. Belə ki, məktəbə ilk dəfə qədəm qoyan hər bir şagird dərk edir ki, günahsız müharibəyə cəlb olunmuşuq, şəhidlər vermişik. Şəhidlərin ruhu xalqımız üçün əzizdir. Xalqımızın hər bir üzvü şəhidlərin ruhuna böyük hörmət və ehtiramla yanaşır. Şəhidlər ölmürlər, onların ruhu daim yaşayır. Qışını bildirən rəmzi lentin kəsilməsini rayon icra hakimiyyətinin başçısı Cənab Bağırov dəvət edir. Yavaş yavaş. Olma, bu açmamış koyma, hadi açmamış. Yerde düşende sonra koyarsın. Ondan sonra koyarsın. Götürün onu. Bir de götürün. Açalım. Bu tarafta. Orada sen Sen
olmak istiyorum. Kənd əhlim, hörmətli Həmid müəllim, hörmətli qonaqlar, bugünkü gün elə bir əlamətdə günə düşdük ki, həm 2002-2003-cü dərs ilinin başlanması günü, həm də məktəbimizin məzunu Əliyev Zahidin öz ürəyindən olan, yəni onun qəlbindən keçən, bizim torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş elonlarımız, məktəbimizin məzunlarının xatirəs abidəsini uzatmışdır. Bugün həm də biz abidənin açılışına toplaşmışıq. Zahid müəllimə, eləcə də kəndimizin bütün əl tutan adamlarına, xeyirxah adamlarına, insanlarına biz öz minnətdarımızı bildiririk və şəhidlərimizə Allah rəhmət eləsin deyirik. Ona görə ki, bu şəhidlərimiz bizim Azərbaycanımızın torpaqlarının azadlığı uğrunda öz canlarını veriblər. Biz onların ruhunu həmişə, onların ruhu yaşayır, həmişə yad edərək, bu iki dərs ilində yüksək dərin tərbiyə, yüksək keyfiyyətə nail olmağa söz veririk. Hörmətli Həmid müəllim, hörmətli qonaqlar, bugünkü gündə məktəbimizin pedagojik kollektivi də bir-iki gün öncə olan pedagog iclasında da öz ürək minnətdarlıqlarını bildirirlər. Mən bugün məktəbin pedagojik kollektivinin bütün üzvlərinin minnətdarlığını da sizə və o xeyirxah insanlara çatdırıram. Rica Zahid müəllim, sağ olun. Hörmətli Tacir Öncə Hakimiyyətin başçısı Həmid müəllim, qonaqlar, cənablar və xanımlar. Bugün danışmaq doğrudan da həm çətindir, həm fərəhlidir. Çətindir ona görə ki, cavan evlatlarımızı itirmişik. Onlar buna görə çətindir. Amma fərəhlidir ona görə ki, onlar digər ölümlərə nisbətən bunların ölümü ancaq vətən uğrunda, ana bacı qeyrəti uğrunda, ana bacıların namusu uğrunda özlə canlarını şəhid ediblər. Allah bütün şəhidlərimizə hamısına rəhmət eləsin. Bütün şəhid valideynlərinə Allah özü səbr versin. Bütün şəhid valideynlərini onlara təhsilini vermək çətin də olsa, onlar fəxr etməlidir ki, onların evlatları vətən uğrunda şəhid olublar. Ana vətən torpağı uğrunda şəhid olublar. Bir daha bütün şəhidlərimizə rəhmət deyirəm. Mən çox danışıb, vaxt almaq istəmirəm. Bugünkü gündə burada toplaşanların hamısını bildirmək istəyirəm ki, yanımda bizim burada dayanan, bizim kəndin oğlu, xeyirxah insan Zahid Əliyev Cəfəroğlu gördüyünüz bu şəhidlərimizin xatirəsini əbədləşdirmək üçün kompleksdə əziyyət çəkib. Mən də bütün Dondar Quşukənd əhladından Zahidə öz minnətdarımı bildirir, çox sağ ol deyirəm. Allahdan arzumuz üçün Zahidin həmişə, Zahid kimi xeyirxah insanlarımız kəndimizdə çox olsun. Bax, belə xatirələr, lövhələr, digər tədbirlər görülməsində kəndimizə yardımcı olsunlar. Mən də fürsətdən istifadə edib, rayon icra hakimiyyətinin başçısını, bura gələn qonaqlara çox sağ ol deyirəm, öz minnətdarımı bildirirəm ki, bugünkü tədbirdə iştirak edirlər. Sağ olun. Əliyev Zahid Cəfəroğlu'na öz minnətdarımı bildirirəm. Eləcə də buraya əziyyət çəkib gələn rayonun rəhbərləri, ya Bakıdan gələn qonaqlara minnətdarımı bildirirəm ki, əziyyət çəkiblər, bu tədbirdə iştirak edirlər. Çox sağ olun, şəhidlər ailəsi adından Əliyev Zahid Cəfəroğlu'na dönə-dönə minnətdarımı bildirirəm.
onu qucaqlayıb öpürəm. Çox sağ olun. Söz şəhid ailələri adından Quliyeva Şövkətə verilir. Mən deyirəm, sözləri dedilər. Sözləri dedilər. Mən də Ailə, o tayfa, o el-oba, o xalq xoşbəxtdir ki, təxir etməli övladları var. Bugün siz hamınız, bütün kənd cəmaatı, bütün rayon, bütün respublika, biz hamımız xoşbəxtdir ki, təxir etməli övladlarımız var. Mənim xatirimdədir, Qaradağda möhtərəm prezidentimiz Heydər Əliyev yenicə hakimiyyətə gəlmişdi və orada parad qəbul elədi, hərbçilərin paradan. Paraddan mənim qudamın oğlu Cavanşir də həmin paradda iştirak elədi və oradan birbaşa döyüşə getdilər. Döyüşə gedəndə onların döyüş payına düşdü Cəbrayıl rayonu. Və onlar orada birbaşa paraddan vuruşa getdilər. Erməni təcavüzkarların qarşısını aldılar. İgidcəsinə vuruşdular. Gedib bir adım da çəkilmədilər. Mən bütün o yerləri gəzmişəm. Onu axtaranda hər yerdə aramışam, ancaq onların haqqında qəhrəmanlıq sözləri eşitmişəm. O və onun qəhrəman komandiri Eldar, onun da adını yada sağlam, onun şəkili burada yoxdur, Allah ona da rəhmət eləsin. Mən bugün çox sevinirəm ki, sizin kəndin bütün əhalisi fəxr etməlidirlər ki, belə övladları var, vətən orada vuruşublar, çalışıblar, vətəndaşlıq borcunu yerinə yetiriblər. Sözsüz arzu edirəm ki, bu məktəbdə, hansı məktəbdə ki, o şəhidlərimiz təhsil aldılar, bu məktəbin şagirdləri də öz valideynlərini, öz elini, obasını, rayonunu, respublikasını həmişə o qədər çox istəsin, o qədər qeyrətli olsunlar ki, hamımız onlarla fəxr edək. Bunun üçün də nə lazımdır? Əlaçı oxumaq, yaxşı oxumaq, şəhidlərin ruhunu şad olması üçün, onların intikamını almaq üçün hamı qəhrəmancasına hərbçi olmalıdır, hərbə hazır olmalıdır. Sözsüz biz hərb istəmirik, anamız çox qəşəng dedi ki, hərb bizə lazım deyil, sülh lazımdır. Ancaq vətəni qorumaq bizim müqəddəs borcumuzdur. Arzu edirəm ki, sülh olsun, torpaqlarımız azad olsun, bizim övladlar hərbə hazırlaşa, intiqam günü yaxınlaşdıra, eyni zamanda abadlıq işlərlə kəndin, rayonun, qəsəbənin abadlığı ilə məşğul olsunlar. Bu övladlar da fəxr etməli övladlardır. Və mən uzun danışmaq istəmirəm. Arzu edirəm ki, şəhidlərin ruhu şad olsun. Şəhid ailələrinə Allah səbr versin və bütün məktəbin qəhrəman məzunlarının ruhuna biz həmişə səcdə etmək üçün bu müqəddəs yeri unutmayaq. Hamınıza sağ olun deyirəm. Dünən gələndə, bu səhər tezdən də bu məktəbə gələndə mənim diqqətim burada bir məktəbin qabağındakı şüar cəlb elədi. Bura doğrudan da müqəddəs elm ocağıdır. Məktəbin şərəfini qoruyun. Bu şəhid qardaşlarımız nəinki məktəbin şərəfini qorudu, nəinki elin, obanın, o bütün Azərbaycanın şərəfini qoruyur. Mən onların ruhu qarşısında baş əyirəm, onları böyüdən ata-anaların qarşısında baş əyirəm və mən burada oxuyan tələbələrə arzu edirəm ki, həmişə bu şəhid qardaşlarımızın ruhunu yad etsinlər, uca tutsunlar və onların yolunu getsinlər. Vətəni onlar kimi sevsinlər. Və bir də o hadisələrdə mən bir şeir yazmışdım. Bu düşmənlə bizim bu hadisələr baş verəndə doğrudan mən özüm də elə bu bölgədənəm, Qazaxdanam. Mən də bir narahatlıq hissi keçirirdim. Düzdür, şairin də süngüsü qələmdir. Bu şəhər sıxıbdır, səni o ki var. Bu şəhər yıxıbdır, səni o ki var. O şey yaddan çıxıb çətin oyanar. Gedək Şıxliyay Dərvişvəli. Səsi də batıqdır, səsli qayanın. Kəhlilər yatıqdır üstə qayanın. Orada dan yerində ruhlar oyanır. Gedək Şıxliyay Dərvişvəli. Yaman sınıxıbdır, sınıq körpüdə. Babakar dağını düşmən hürgüdər.
Yurdəldən gedərsə düşmən geri gedər. Gedər işğliyə edər Uşalı. Sağ olun və mən yenə də şəhid qardaşlarımın bu gözəl bir ocaq yaranıb burada, onların qarşısında bir daha baş əyirəm. Sağ olun. Tam da belə bir möhtəşəm abidə önündə çıxış etmək, hər bir vətən oğlundan, vətən övladından və vətən qızından böyük bir cəsarət tələb edir və buna görə də bu günləri qəlbimiz həyəcan hissi ilə doludur. Bildiyimiz kimi bizim cənnət timsalı gözəl diyarımız Azərbaycan uzun illər tarix boyu yadelli işğalçıların təcavüzünə məruz qalsa da vətən uğrunda döyüşən mübariz oğlanlarımız öz qanlarından keçmək pahasına belə torpaqlarımızı qoruyub və beləliklə bizim mərd oğullarımız Cavanşir, Babək, Koroğlu kimi igidlər tarixə öz imzalarını əbədi həkk ediblər. Bu gün də Azərbaycanın bu gözəl diyarında belə bir möhtəşəm abidənin uzanmağı bizim fəxrimizdir ki, düzdür, 20-ci əsrin axırında bizə olunan ədalətsiz təcavüz nəticəsində qeyri-nisbi qüvvələr qarşısında döyüşən vətən oğulları öz qanunlarından keçsələr də belə geri çəkilmədilər. Şəhidlik kimi böyük bir əbədiyyətə qovuşsalar da öz torpaqlarını son damla qanlarına qədər qoruya bildilər. Və bu günləri bu şəhidlər qarşısında mən baş əyib deyirəm, qoy onların ruhu şad olsun, ruhu arxayın dolansın ki, yetişməkdə olan bu nəsil nə vaxtsa onların arzularını həyata keçirəcək. Düşmən tapdağı olan torpaqlarımız yaxın bir zamanda azadlığa çıxacaq, biz buna ümidvarıq. Və xahiş edirəm sizdən, mən bura gələndə qəlbim o qədər böyük hisslərlə dolu idi ki, şəhidlər üçün bir şeir yazmışam, onu oxuyardım sizə. Şəhidlik adıdır, ucadan uca, tarix sınağında hər qanlı səhifə, rəşadət məktəbi, hünər dərsidir, möhtəşəm abidə, əbədi məşəl sizlərə ehtiram nişanəsidir. Sülsevər bir xalqın övladlarıyıq, nurlu bir sabaha can atırıq biz, Azəri türkük, zəfərvər xalqıq, Turanın eşqi ilə vurur qəlbimiz. O nurlu göylərdən boylanıb baxan, ruhunuz döyüşə bizi səsləyir, sonsuz ümidlərlə mətin millətim, hünərvər ordumdan zəfər gözləyir. Qoy rahat dolansın sizin ruhunuz, yurdumda gör necə aslan böyüyür. Basılmaz qazilər ordusudur bu, qələbə, qana qan, intiqam deyir. Tarix də göstərib, cahan da bilir, son an qələbəni türk salacaqdır. Turanın bayrağı uca göylərə, Azəri yurdundan ucalacaqdır. Çox sağ olun, minnətdarım. Söz tanınmış şair Akif Səmədə verilir. Osmanlı türklərinin bir sözü var ki, hər bir türk evində 3 qurban böyüyür. Qız ər üçün, qoç Allah adına, oğul da vətən üçün. Və şükür Allahımıza ki, bizim öylərimizdə də belə yiğitlər böyüyürlər. Və bu şəhid qardaşlarımız təhcə Azərbaycanın bütövlüyü üçün yox, bütöv türkün bütövlüyü üçün və bəşəriyyəti erməni adlanan bir yaradan qurtarmaq üçün vuruşub həlak olublar. Və mən şair dostum Məhəmməd İlqarın bir şeyini demək istəyirəm. Vətən, başa çox iş gələr, baş əymə, başın sağ olsun. Biz ölməyə doğuluruq, torpağın daşın sağ olsun. Bir öydən bir qoşun qalar, neçə cəfakeşin qalar. Birin ölər, beşin qalar, o qalan beşin sağ olsun. Çat verər, çatlar dözüm, sən ağlama, canım gözüm. Bizi ağlamağa gözün bir də göz yaşın sağ olsun. Və bizim şəhid qardaşlarımız ki, vuruşduqları bayrağımızın yaxın günlərdə ucalacağı bir torpaq var, Şuşa, onu da deyim. Bu halal yolla, yoldaşla,
Şuşaya gedə bilmirəm. Bir belə qohum qardaşla Şuşaya gedə bilmirəm. Qazağıq, özbəyik, türkük, tarixdə çoxuna görkük. Həsrətdə dözümdə bərkik. Şuşaya gedə bilmirəm. Şuşada güllər gülürmü, dağına duman gəlirmi? Xudu müəllim bilirmi? Şuşaya gedə bilmirəm. Uduzluq nədə bilirəm, bilirəm dədə bilirəm. Evimə gedə bilirəm, Şuşaya gedə bilmirəm. Şuşasız evim evdimi, dözəm mənəmmi, devdimi? Kimə söylüyüm dərdimi? Şuşaya gedə bilmirəm. Türk olmaq günah mı oldu, günahkar seygah mı oldu? Təbrizdən uzaq mı oldu? Şuşaya gedə bilmirəm. Bir də Allah şəhidlərimizə rəhmət eləsin. Təhrif edirəm, bir dəqiqəlik sükutla donlarlı şahidləri yad edək. Allah rəhmət eləsin. Sizin hamınıza yaxşı məlumdur ki, müharibə dövründə Azərbaycanın 20% torpaqları ermənilər tərəfindən işğal olunub və həmin torpaqlardan bizim ahalilər qaçmışlar, köçmüşlər, indi əksəriyyəti bu saat çadırlarda yaşayırlar. Və bütün bunların hamısı bizim qəhrəman, layiqli oğlanlarımızın sayəsində qabağı alınıb, keçmiş Respublikanın səriştəsiz, demək olar ki, mövqeysiz rəhbərlərinin nəticəsində biz böyük itkilərə yol vermişik. Bu günləri biz burada donlarlı şahidlərin abidə kompleksinin açılışına toplaşmışıq. Həmin donlarlı şahidlər, cismən onlar yoxdurlar. Onlar bizim qəlbimizdə, ürəyimizdə daimi yaşayırlar. Onlar həyatda həmişə yaşayırlar. Çünki onlar çox şərəfli, layaqətli bir iş üstündə həlak olublar. Vətən uğrunda, qeyrət uğrunda həlak olublar. Bizim Tavuz rayonunda 350-dən artıq şahid həlak olmuşdur. Bunun 15 nəfəri dondarlılardır. Bəli, dondarlılar kimi Tavuzda olan şahid oğlanlarımız, şahid evlatlarımız bizim çox ləyaqət, qeyrət göstərərək onlar da şahid olmuşlar. Sizə yaxşı məlumdur ki, 1994-cü ilin may ayında atəşkəs müqaviləsinə qol çəkilmişdir. Əgər həmin dövrdə Cənab Heydər Əliyev Respublikaya 93-cü ildə rəhbərliyə gəlməsəydi, bizdə olan məlumatlara görə demək, ermənilərin xətləri belə idi ki, gələcəklər Bərdəni 1994-cü ilin 1 mayını Bərdədə parad eləyəcəkdilər, 1994-cü ilin 9 mayını Yevlaxda parad eləyəcəkdilər. Tavuz eyni zamanda da Dondar kəndi, demək ermənilərin mexaniki olaraq əsir olacaqdı. Bunların hamısının qabağını alan bəşəriyyətin böyük insanı, layiqli insanı, ölkə başçımız, prezidentimiz Cənab Heydər Əliyev oldu. Və biz də ki, belə bir məsələni deyim ki, bilin, aydın olsun, ölkə başçısı çox işgüzar işlər aparır ki, bizim 20% olan o torpaqlarımız boşaldılsın. Və şübhəsiz ki, bunların hamısı olacaq. İstər hansı yolla olur olsun, bizim devlət başçımız, Cənab Heydər Əliyev buna nail olacaq. Buna siz hamınız əmin ola bilərsiniz. Mən indi şübhəsiz ki, sizin kətdəyik və eyni zamanda Zahidə biz çox minnətdarlıq eləyirik ki, öz qohumlarını, öz qardaşlarını, bu kəndin oğlanlarının hamısını yad elədilər və biz bütün dondarlı şahidlərin hamısına sizlə birlikdə deyirik, Allah onları rəhmət eləsin. Bizim indi bu toplantının sizlə bir yerdə dondardır. Bu saat mən sizə deyə bilərəm ki, Tavuz rayonunda ən şəraitli, ən sosial cəhətcə imkanlı, ən nətər edərlər ki, gözəl
bütün ahaliyə şərait yaradılmış kənd Dondarquşu kəndidir. Mənim yadımdadır, 3 il bundan qabaq mən təzə gələndə bizim el ağsaqqalı Şəmşəd Mirzəyev gəldi mənim yanıma. Dedi ki, neyniyək ki, orada idarə binasını götürək biz, burada xəstəxana eləyək. Mən də el ağsaqqalıdır, onun sözündən heç vaxt çıxmazdım. Gəldi, həmin o idarə binası da indi xəstəxana elədik. Eyni zamanda sizin bu kəndlərdə küçənin asfaltlaşmasını görürsünüz, qat çəkilişini görürsünüz. Bütün bu məsələlərin hamısında şübhəsiz ki, rəhmətli o ağsaqqalın çox böyük fəaliyyəti olmuşdur. Və mənim aldığım məlumata görə bu məktəbin özündə həmin bu bina olmayıb, başqa bina olub. 1947-ci illər ərəfəsində Şəmşəd müəllim məktəbinin direktoru olub. Deyirəm sizin icazənizlə ziyalı, rayonumuzun ziyalısı, böyük el ağsaqqalı Şəmşəd Mirzəyev Qəhrəmanoğlunun ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Əziz donlarlar, mən çıxışımın sonunda sizin bu torpağa, sizin bu kəndə həmişə belə bir acı da olsa, belə bir abidələrin açılışının sonuncusunu arzuluyuram. Arzum ondan ibarət olsun ki, bu kənddən daha itki olmasın. Cavanlarımız da, qocalarımız da nə olur, hamısı vaxtında olsun. Sağ olun. Həsənova Salatın 7-5 sinif şagirdi. Şəhidlər Xiyabanı. Dayanın, Şəhidlər Xiyabanıdır. Yaz toya qarışıb, toy yasa burada. Qızıl qumaşlarda qara xonçalar, nişan gətiriblər bir qıza burada. Qızıl qan ləkəsi qalır gül üstə, bir qurğu qurdular fitnə fer üstə. İl təfil olub qərənfil üstə, verib öz yerini qış yaza burada. Kim belə qarğadı bu bağça bağa, qaralar bağlanıb min bir budağa. Sürtüb ağ saçını qara torpağa, dəyməyin Nəriman ağlasa burada. Bugün bir abidə ölümdəyik biz, şəhid oğulları anırıq bu dəm. Məktəbə qayıdıb şəhidlərimiz, ürəklər qəmgindir, baxışlarda qəm. Gəlir göz önünə o əziz illər, bu igid oğlanlar o vaxt sağ idi. Hər biri xoşbəxt, azad bəxtəvər, hər biri qayğısız bir uşaq idi. Yurdumuz yaşadı ağır illəri, vətən torpağına sustadı düşmən. Başsız başlıların naşı əlləri, ayırdı milləti ev eşiyindən. Getdi döyüşlərə seçmə oğullar, nişanlı qızların xınasız oldu. Oğul matəmində açıldı qollar, bacı qardaş deyib saçını yoldu. Onlar şəhid oldu döyüşdə bir-bir, odlu süngülərlə paralandılar. Yenidən döndülər bugün məktəbə, durna qətər tək sıralandılar. Açdın Elbiri ümmana doğru, çalışa-çalışa sən yaşad oldun. Böyük bir qitənin müdriki oldun, yorulmaq bilmədin qüvvə qolunda. Ağıl da, idrak da heyrandır buna, ağartdın saçları elin yolunda.
nesillər adından fəxr edəcək. Şəninə söylənən bütün təriflər, layiqdir deyilən bütün təbriklər. Dahi mərdanəsən duymuş nəsillər, şəninə qurulacaq böyük şənliklər. Heydər duhasının kəlam-ı mətni hələ çoxlarına deyildir bəlli. Heydər qüdrətini bir duymayan bir kəs dövranın nəbzini heç tuta bilməz. Həsənova Ləman, 15 sinif şagirdi. Döyüşçüyə məktub. Qan çiləndi bağçamızın çiçəyinə, gülünə. Ana vətən inanaraq silah verdi əlinə. Qoyma düşmən qan uddursun Babəklərin elinə. Sənə baxır bugün elin, yurdun gözü qardaşım. Qoru ana vətənini, qoru bizi qardaşım. Qorxaqlara qucağında yer verməyir bu torpaq. Bizim ellər bilməz nədir sürünərək yaşamaq. Tarix boyu əyilməyib əlindəki al bayraq. Kömək gələr sənə qoşun qoşun qardaşım. Bilirəm ki zəfərlərdən gəlir xoşun qardaşım. Eller bilir qəhrəmandır Azərbaycan balası. Buna şahid aman bilməz Köroğlunun qalası. Qoyma artıq ərşə çıxsın körpələrin nailəsi. Bu günlər üçün böyütmüşdür vətən səni qardaşım. Onsuz bir an yaşamarıq nə sən nə mən qardaşım. Qoca Qafqaz düyünləyib çatıb yenə qarşını. Qoruyacaq yağlardan torpağını, daşını. And içib dirəyməyəcək cəllatlara başını. Bas bağrına səninkidir igid Qafqaz qardaşım. Qoy düşmənlərə qismət olsun matəm yaz qardaşım. Öldürülən körpələrin qisasını al qayıt. Yağların torpağına bir zəlzələ sal qayıt. Qarabağda Qoç Köroğlunun havasını çal qayıt. Çıx sahilə sən də bu qan dənizindən qardaşım. Mən də öpüm üz gözündən qardaşım. Cenaze gözyaşları içinde son menzile yollanır. Karanfiller koynunda şehir alışıp yanır. Ahım başı alıp gidir, yol gidir ağır ağır. Cenazeler üstüne gül yağır, çiçek yağır. Kara bulutlar töküp ele bir şehir üstte. Cenazeler yol gidir, birbirinden güdretli, güçlü çiğinler üstte. Ağı değil dostlanır, ağı değil neçə səs. Mezarınız müqəddəs, torpağınız müqəddəs. Her mezar bir ant yeri, her baştaşı bir ocak. Bu torpağın, bu yurdun azadlıq tarihi də sizinle başlanacak. Şəhid baba, hər döyüşdə öndən vurdun, düşmənləri gözdən vurdun. Sən bizlərə arxa durdun, şürrəli şəhid baba. Ürəyində şəhid dərdi, ana dərdi, bacı dərdi. Qardaş səni onlar əydi, şürrəli şəhid baba. Dur, şəhidləri yad etmək bizlərə bir örnəkdir. İgid yoluyla getmək unudulmur xalq üçün. Əziz canından keçən, yurdun azadlığı üçün ana torpağı seçən. Qədir bilən xalqımız keçmişi unutmayır. Yamanları yaxşıya heç bir zaman qatmayır. Vətənpərvər oğullar xidmət edir vətənə, vətənin qayasında çiçək olub bitənə. Belə evlatları var, Tovuzun dandarında saf qeyrət qanı qaynar. Onların damarında Zahid də unutmadı uca şəhid adını. Millət hər zaman sevir qeyrətli övladını. Əbədilik verdilər səmada şəhidlərə. Baş əyərək söyləyib səmada şəhidlərə.
ucaldılmış, əbədi xatirə kompleksinin açılışına həsr olunmuş tədbirimiz bağlı elan olunur. Mən istərdim ki, şəhid ailələri, onlar bayaq sıxılıq oldu, şəhid ailələrini dəvət edirik və bir söz demək istəyirəm. Bugün ağlamaq günü deyil, sevinmək günüdür. Yoldaşlar yaxşı çıxışlar elədi, mən onları bir də təkrar eləmək istəmirəm. Ancaq şəhid ailələrinin sifətlərinə baxıram, mən o göz yaşlarını görürəm, söz yox. Çıxışlar o şəkildə getdi ki, bugünkü gündə anma anlarında da istər-istəməz hamı o kövrə xatirələri yaşadı. Ancaq mən arzu edərdim ki, şəhid ailələri bugün ağlamasınlar. Şəhidlər artıq, Allah rəhmət eləsin, hamı üçün əzizdir. Onların ruhu qarşısında hər birimiz baş əyirik. Və bugün siz fəxr eləməlisiniz. Fəxr eləməlisiniz ki, vətən yolunda, xalq yolunda övladlarınız həlak olub, onların əziz xatirəsi bu qədər uca tutulur. Və neçə ki tarix var, şəhidlərin xatirəsi əbədi tutulacaqdır. Və məktəbimizin pedaqoji kollektivi adından, Nizami müəllim də dedi, şagird heyəti adından, kənd sakinlərimiz adından, mən də bu belə kompleksi planlaşdırdığına görə, onun təşəbbüsçüsü olduğuna görə, öz şəxsi vəsaiti hesabına, şəhid məzunlarımız üçün belə bir gözəl abidə ucaltdığına görə, Əliyev Zahid Cəfəroğluna bir daha minnətdarlığımızı bildiririk. Və bu abidənin məktəbə salınması, bunun ayrı yerlərdə də təşkil eləmək olardı. Bu da çox uzaq düşünülmüş bir plandır. Bunun bizim məktəb üçün, şagirdlər üçün böyük əhəmiyyəti var. Biz müəllimlərin, eyni zamanda şagirdlərin məsuliyyətini daha da artırır. Bu abidənin məktəbdə olması müəllimlərdə çox böyük məsuliyyət tələb eləyir. Eyni zamanda şagirdlərdən. Və Nizami müəllim dedi ki, məktəbin pedaqoji kollektivi də bu abidə kompleksinə layiq. Mən əminəm ki, bizim şagird kollektivi də, müəllim kollektivi də, Zahid təhsildə, tərbiyə prosesində elə bir mövqe tutacaqlar ki, onların tutduqları, davam elətdirdikləri yol bu abidə kompleksinə layiq olacaq. Bir daha çox sağ olun. Tədbirimizdə bugün əziyyət çəkib deyərdim. İştirak etdiyinə görə Bakıdan bizim qonaqlarımız var. Onları mən ayrı-ayrı titullarını dedim. Bakıdan gəlmiş qonaqlarımıza Nüsrət Abdulova, Xaram Çaylıya, Müştəbə oğluna, üzr istəyirəm, tam deyə bilmədim. Kənd İcra Hakimiyyətinin nümayəndəsi Əhmədova, Kənd Bələdiyyəsinin rəisi Mirzəyev yoldaşa, şəhid ailələrinə minnətdarlığımızı bildiririk. İndi icazə verin, mən bayaq tamamlamadım, şəhid ailələri bayaq sıxılıq idi. Onları ziyarətə dəvət eləyirik. Ancaq ağlamaq eləmək lazım. Şəhid ailələri. Aysalam da gəlin, qabağa düşün. Bəlkə neysə unutduq. Aysalam da gəlin. Sizlər nə olursa o? Ay sipərəvi. Sağlığı arzulayıram. İstəyirəm ki, həmişə də kəndimizdə belə yaxın bırak görə mikrofonu danış. Yaxşı olanlar həmişə yaxşı işlər tutsunlar.
tutduğu yollarda yaxşı olsun. Biz də analar adından oğlana can sağlığı arzulayıram ki, bizim evlatlarımızın xatirəsini belə yad eləyib, təşkil eləyib, düzəltdirib. Allah canını sağ eləsin. Bunu düzəldən oğlana minnətdarlığımızı bildiririk. Canı sağ olsun, ömrü uzun olsun, çox sağ olsun. Zahid Əliyev, çox sağ ol. Allah səndən razı olsun, cibin dolu olsun, işin var olsun. Zahid ve bütün kendimizin ailesinin adından size öz minnettarlığımızı bildiririk ve Allah'tan arzu ediyorum ki bu kara bulut bundan sonra bizim başımızın üstüne almasın. Evlatlarımız sülh ve emremanlık şəraitini yaşasınlar. Ben her birimiz çok yüksek kıymetlendiririk ki her oğul da öz şəxsi hesabına iş görmür. Ama bu senin ürəyindən oldu. Bu senin qəlbindən keçdi. Ve ben bugün burada iştirak eden şahitlerimize de ve burada iştirak eden valideynlere de arzu ederdim ki bak belə bir evlat böyüdüm. Çünkü onun harda olur olsun onun ürəyi öz kəndinləndir, öz məktəbinləndir. Ve o bura qədəm basan günü gecə gəlib məktəbi ziyarət edib. Şimdi ben bu məktəbdə oxumuşam. Kaş belə bir yeni binada da, kompleks binada da oxuyurdum. Çünkü o aşağı köhnə məktəbdə oxuyubdu. Burada ona dərsləyən müəllimlər də xatırlayırlar. Zahid məktəbdə nətəri, təlimə, tərbiyə riayət edirdisə, bugün həyatda da elə addımlayır. Onun dostları da çoxdur. Zahid başında gələn bütün dostlarına, bizim o hörmətli şairlərə mən şəxsən öz minnətdarımı bildirirəm. Çox sağ olun. Səhər başım qarışıq idi. Nəsə ola bilər ki, biraz gec yanaşmışam. Ona görə də sizdən üzr istəyirəm. Və bugün şəhidlərimizə bir də Allah rəhmət etsin deyirəm. Onların ruhu həmişə yaşayır, bizim qəlbimizdə həmişə də olacaqdır. Sağ olun. Sağ olun. Zahid, bəlkə sizin sözünüzdür. Yox, sağ olun, deyildi sözlərəm, sağ olun. Yaxşı, sağ olun. Bura gələn bütün, burada iştirak edən cəmaatın hamısına çox sağ ol deyirəm, var olun. Allah'tan arzum budur ki, bir daha bizə şəhid göstərməsin və bu şəhidlərimizin xatirəsini yad etdiyimizə görə sizə çox sağ ol deyirəm. Sağ olun, var olun. Hərbidən gəlmək getməsinlər. Sabırla bekliyor. Tamam, biraz yakın duruş. Öyle ona düştüm. Gidin. Kamadırım ben değil. Ben de öyle dedim. Ben de yanında değilim.
O şəhərlərin oturanız, bir dənə prezidentimizin də şəklini götürür. Orada